Salam dəyərli izləyicilər, əziz məktəblilər. Bugün mən sizlərə fonetik fərqlərdən danışmaq istəyirəm və saytlarda müxtəlif cinsli sayt qoşalıqlarından sizlərə danışmamışam. Onlar barəsində sizinlə danışmaq istəyirəm. Əvvəlcə sizə danışım fonetik fərqlərdən. Fonetik fərqlərimiz hansılardır? 1. Səs artımı var. Səs artımı, səs düşümü, səs düşümü. Həmçinin də səs dəyişməsi deyilən fərqlərimiz var. Deməli, səs artımına və səs düşümünə hər ikisinə kəmiyyət fərqi, amma səs dəyişməsinə keyfiyyət fərqi deyilir. Fonetikada bunlar diqqətinizdə olsun. Məsələn, səs artımına deyə bilərik, ailə sözünü biz fonetik təhlil edərkən A, Y, İ, L, Ə. Gördünüz, 4 hərf, amma 5 səsdən ibarət söz olmuş oldu və burada səs artımını müşahidə etdik. Səs düşümünə aid. Məsələn, neftçi sözü 6 hərfdən ibarət sözdür, amma tələffüz edilərkən neftçi şəklində tələffüz edilir. Yəni T düşmüş olur. Burada artıq səs düşümünü biz müşahidə etmiş olduq. Səs dəyişməsi nədir? Səs dəyişməsi odur ki, orada hərflərin artıb azalması yox, sadəcə hərflərin dəyişməsi olsun. Yəni özlərinin qarşılığı ilə əvəz oluna bilər. Məsələn, deyirəm bulud. Bulud sözü tələffüz olunarkən bulud şəklində tələffüz edilmiş olur. Bunlar bizim fonetik fərqlərimizdir. Səs artımını, səs düşümünün, səs dəyişməsinin müzakirəsini etdik. İndi danışaq biz çaşdırıla biləcək olan məqamlarımızdan. Sizi çaşdıra bilərlər ki, sözdə hər zaman səs düşümü, səs artımı olması cəmiyyət fərqi yaradır. Bu yanlış olar. Məsələn, deyirəm ki, təəssüflə. Təəssüflə sözü 3, 6, 9 hərfdən ibarət sözdür. Tələffüz edərkən tə, ənin biri düşür, digəri uzun tələffüz olunur. S'lar qalır. Ü, f olduğu kimi qalır. Amma lalə, nannen kimi tələffüz edilmiş olur. Hərfləri sayarkən, səsləri də sayarkən 9-9 bərabər olduğunu görürsünüz. 9-9 bərabərliyindədirsə həm səslər, həm də hərflər. Artıq burada kəmiyyət fərqindən biz bəhs edə bilmərik. Gördüyümüz kimi səs artımı da var, səs düşümü də var. Baxın, nannen burada səs artımını müşahidə edirik. Burada ənin düşməsi səs düşməsidir. Amma yenə də kəmiyyət fərqini yaratmır. Bu sizin yadınızda olsun. Müxtəlif cinsli 5 dənə sayt qoşalığımız var ki, ən çox qarışdıra biləcəyimiz məqamlardan biri bunlardadır. A, I, İ, A, Ə, İ, İ, Ə. Baxın, çox da rahatdır əzbərlənməsi. Həmçinin İ, O. Baxın, bu 5 dənə sayt qoşalığı, 5 sayt qoşalığı. Burada sadəcə bu sayt qoşalığın ortasına Y samitini daxil edirik. Bayaqlara sizə misal çəkdim. Ailə sözünü göstərdiyim, ailə şəklində tələffüz edilmiş oldu. Yəni, yadınızda qalsın ki, bu 5 dənə sayt qoşalığını görsəniz, bilin ki, orada səs artımı müşahidə olunacaq. Bundan qalan nə qədər sayt qoşalığı görsəniz, bilin ki, onlar yazıldığı kimi tələffüz ediləcək. Məsələn, misal çəkəcəm və orada da sizə qarışdırıla biləcək məqamı göstərəcəm. Məsələn, AE saytı olsun və yaxud da EO saytı olsun, EA saytı. Bunu deyə bilərik AU saytı, UA saytı, UE saytı və s. kimi. Bunların hər biri yazıldığı kimi tələffüz ediləcək və bu kimi gördüyünüz bütün sayt qoşalıqları bayaq dediyim 5 dənə sayt qoşalığından əlavə. Məsələn, müəllim əvvəllər müəllim kimi gedirdi tələffüzdə, amma artıq müəllim kimi də elə yazılacaq və deyiləcək. Amma burada qarşıdırıla bilən məqamlardan sadəcə biri, baxın, burada gördüyünüz EO saytıdır. Bir EO saytımız var, bir də OE saytımız var. EO saytını görsəz, bilin ki, orada yazılan söz yazıldığı kimi tələffüz olunacaq. Məsələn, deyirəm ki, teorem. Teorem sözü yazılır, teorem kimi də deyilir. Heç bir fərq olmadan. Amma OE saytı artıq fərqlidir. İndi OE saytında fərq nədədir ona baxırıq. OE saytı digər sayt qoşalıqlarından fərqli olaraq A, Y kimi tələffüz edilir. Məsələn, mən poema sözünü poemada elə deyə bilmərəm. Burada mütləqdir ki, poema şəklində tələffüz olunacaq. Yəni, bir dənə burada yazıldığı kimi tələffüz edilənlərin içərisində OE ilə EO-nu qarışdırmamağınızı tövsiyə edirəm. Deməli, dilimizdə ÜA və ÜE sayt qoşalıqlarımız var ki, burada Ü
qısa tələffüz ediləcək. Qısa tələffüz ediləcək. Fərq nədədir? Bir dənə istisna sözümüz var ki, cüzi sözüdür ki, cüzi kimi yazılır və ü burada uzun tələffüz olunur, cüzi şəklində tələffüz olunur. Yəni ü burada uzun tələffüz olunur. Qalan bütün hallarda ü qısa tələffüz edilmiş olacaq. İndi öyrəndiklərimizi testlər üzərində tətbiq edək. Baxaq birinci sualımıza. Birinci sualımızda deyək ki, maarif sözünün fonetik təhlili ilə bağlı səhv fikri müəyyən edin. Sözün fonetik xüsusiyyətlərində ilk öncə nə etməliyik? Sözü tələffüz etməliyik. Maarif sözü bu şəkildə M-A qoşası aiddir. A-nın biri düşür, digəri uzun tələffüz olunur. Rif şəklində tələffüz edilmiş olacaq. Görürsünüz, belə ümumilikdə 6 hərfdən ibarət sözdür. Amma 5 dənə hərfdən ibarət səs olmuş oldu. A variantına deyir, ahəng qanunu pozulmuşdur. Həqiqətən də həm A hərfi var, həmçinin də İ hərfi var, həm qalındır, həm incədir, ona görə düzgündür. 5 səs, baxın, M, A, R, İ, F, 6 hərf M, A, A, R, İ, F vardır. Bu da düzgündür. 3 hecalı sözdür, vurğu sonuncu hecadadır. Demişik ki, sözdə nə qədər sait varsa o qədər heca var. Həqiqətən 3 hecalı sözdür, bura qədər düzgündür. Vurğu sonuncu hecadadır. Mən demişəm ki, uzun tələffüz olunan sait vurğunu qəbul etmir. 8 dənə söz istisnadır. Bilməyənlər üçün təkrarlayıram. Yəni sözü var, sonra sözü var, bəli sözü var, daim sözü var, daima, bəzi, bəzən, lakin sözlərindən ibarətdir ki, bunlardan əlavə nə o qədər uzun tələffüz olunan saitli söz görürsünüz, bilin ki, orada uzun tələffüz olunan sait vurğunu qəbul etməyəcək. Deməli, burada maarif sözündə A-nın üzərində düşmür, maarif sözündə axırıncı İ-nin üzərində vurğu olmuş olacaq. Həqiqətən də C variantı düzgündür. 2 cingiltili bir çar samit vardır. Aha, artıq burada, baxın, bizə sırf bura lazımdır. Baxın, bu çərçivənin içi. Biz bunu tələffüzə görə aparacaq. Həqiqətən də görə 2 cingiltili bir çar samit var. M cingiltili, R cingiltili, F çar. Həqiqətən də 2 cingiltili bir çar samit vardır. Tələffüzü ilə yazılışı fərqlənmir. Gördüyünüz kimi 6 hərf 5 səsdən ibarət olduğu üçün Y variantı səhv kimi götürüləcək. Cavab olacaq Y variantı. Daha sonra İkinci sual deyir, dondurma sözünün səs tərkibi ilə bağlı səhvi müəyyən edin. Dondurma yazırıq, dondurma deyirik. Deyir, sözdə 5 cingiltili samit vardır. Yenə də baxaq. D, N, D, 3, R, M. Həqiqətən də 5 cingiltili samit var. Bizdən səhvi istəyir. A getdi. 8 səs 8 hərfdən ibarətdir. 4, 4. Həqiqətən də 8 hərf 8 səsdən ibarətdir. Səs düşməsi, səs artımı olmadı. Ona görə B də gedir. Vurğusunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Bu səhvdir. Biri var ki, isim kimi dondurma, biri də var ki, feil kimi dondurmaq. Ona görə də burada vurğunun yerini dəyişəndə tələffüz fərqlənir. Burada səhv C variantında olmuş olacaq. Üçüncü sualımız. Marş sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikir istəyir. Ümumiyyətlə tələffüzə baxaq. M, A, A-nın biri düşür. Ş da olduğu kimi qalır. Ş samitinin cingiltili qarşılığı J-dır. Həqiqətən də tələffüzə baxıram ki, həqiqətən də tələffüzdə Ş samiti var və qarşılığı J-dır. Bu düzgündür. A getdi. M samitinin kar qarşılığı yoxdur. L, M, N, R samitləri sonralı olduğu üçün bu da düzgün variantdır. B gedir. Həmçinin də tələffüzdə M-nı görürük. Səs və hərf tərkibi sabitdir. Əgər sabit olsaydı burada səs düşməsi olmazdı. Bu da bizim yanlış cavabımızdır. Tərkibindəki saitin biri tələffüz zamanı düşür. Həqiqətən də A-nın birinin düşdüyünü müşahidə edirik. D düzdür. Uzun tələffüz olunan sait səs var. A-lar yanaşı gəldiyində biri düşür, digəri uzun tələffüz olunduğu üçün Y də düzgün hesab olunur. Cavab olacaq C variantı. Dördüncü sual hətta sözünün fonetik xüsusiyyətlərlə bağlı yenə də səhv fikir istəyir. 2 açıq dodaqlanmayan sait vardır. Ümumiyyətlə tələffüz olacaq necə? Hət, da şəklində. T-D-yə keçəcək. İndi artıq biz bunun içinə baxırıq. 2 açıq dodaqlanmayan sait vardır. Ə-lə A həqiqətən də açıqdır və dodaqlanmır. A düzgündür, bizdən səhvi istəyir. D samitinin biri D kimi tələffüz olunur. Burada bunu müşahidə edirik. Ona görə düzdür. Samitlərin hər üçü çardır. İndi bura baxırıq. H həqiqətən çardır, T da çardır. Amma D-nı görürük ki, cingiltilidir. Bizdə yazılışa görə yox, tələffüzə görə baxırdıq axı fonetik təhlildə. Ona görə biz bunu səhv kimi götürürük. Yəni siz bura allanmış olmayın. Sırf sözün tələffüzünə baxın. C variantı bizim səhv cavabımız olacaq. H samitinin cingiltili qarşılığı yoxdur. Bu da düzgündür. Ahəng qanunu pozulmuşdur. Həm Ə-ni görürük, həm də A-nı görürük. Ona görə bu da düzgün variant olacaq. Nəvazişlə sözünün fonetik xüsusiyyətlərlə bağlı yanlış fikri söyləyin deyir. Nəvazişlə sözü olacaq bu şəkildə. Nəva,
A uzun tələffüz olunur. Ziş, lalə də nannen kimi tələffüz olunacaq. Nəvazişlə. Görürsüz belə. Söz eyni samitlə başlayıb, eyni samitlə bitir. Baxaq, n ilə başlayıb, n ilə bitir. Ona görə A düzgündür. İkinci hecanın saiti uzun tələffüz olunur. Nəva, görürsüz, A uzun tələffüz olunur. Ona görə B düzgündür. Çarı qarşılığı olmayan cingiltili samit vardır. Baxaq görək hansıdır. N. Həqiqətən də çarı qarşılığı olmayan cingiltili samitdir. Ona görə də C düzgündür. D variantında vurğu sözün son hecasında da deyir. Nəvaziş sözündə vurğu i-nin üzərində olacaq. Ona görə D variantı bizim səhv cavabımızdır. Bütün hecalar samitlə başlayır. Nəvazişlə. Görürsünüz ki, həqiqətən də samitlə başlayır. Ona görə cavab olacaq D variantı. Daha sonra anlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri yenə də müəyyən edin deyir. Anlamaq sözü tələffüz olunur. Anlamaq şəklində. İndi baxaq sözün tələffüzünə. A açıq dodaqlanmayan saitdir deyir. Həqiqətən də A açıqdır və dodaqlanmır. A düzgündür. Səs hərflərinin sayı bərabərdir. Baxaq görək. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfdən ibarət sözdür. 1, 2, 3, 4, 5, 6, 7. Həqiqətən də səs hərflərinin sayı bərabərdir. B getdi. Söz ahəng qanuna tabedir. A'larda sadəcə və qalın saitlərin ahəngi gözlənilib. Ona görə C düzdür. Sözdə fərqli tələffüz olunan 2 samit vardır. Bəli, L, N kimi tələffüz olunur. Q da X kimi tələffüz olunduğu üçün D variantı da düzgündür. Vurğu sözün ikinci hecasındadır. Vurğu sözün anlamaq məqməqin üzərində olduğu üçün, yəni üçüncü hecada olduğu üçün Y variantı səhv kimi götürüləcək.